Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hamdan kesiran tayyiban mübarakan fih. Allahumma subhanaka la ilme lana illa ma allamtana. İnneke entel alimul hakim. Allahumma salli ve sellim ve barik ala abdika ve rasulika Muhammed ve ala alihi ve men istenne bi sunnetihi ila yevmiddin. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Götür. Deməli, müsəlmanın həyatında, qardaşlar, mühüm məsələlərdən hansı ki, riayət olunması vacibdir və çox təəssüflər olsun ki, tərk olunan sünnətlər var. Və burada şeyxlərdən biri Hafizəhullah gözəl yığıb, cəm edib və kitabın adını da qoyub, yəni kitabı adlandırıb 1000 sünnət. Yəni insan, yəni müsəlman gün ərzində səhər gecə, yəni riayət edəsi olsa sünnətlərə, Peyğəmbər sallallahu aleyhi ve sellemin sünnətlərinə, gün ərzində 1000-ə yaxın sünnət var deyir. Gün ərzində 1000-ə yaxın sünnət etmək olar, əməl. Və bu da yığıb, düzünü hamısını götürməyəcəyik. Lakin nə qədər götürə bilsək, yəni o qədər faydalıdır. Və çox təəssüflər olsun, yəni bizdə sayası olsaq 30-dan 40-dan saymarıq heç. Gün ərzində sünnətlər eləyirik, eləmirik. Bu da böyük, yəni xeyirdən uzaq olmaqdır, məhrumçuluqdur. Deməli, şeyx buyurur, rahiməhullah, فَإِنَّ أَحَمَّ مَا يُعْتَنَ بِهِ الْمُسْلِمْ فِي حَيَاتِهِ الْيَوْمِيَّةِ هُوَ الْعَمَلُ بِسُنَّةِ رَسُولِ اللّٰهِ sallallahu aleyhi ve sellem. Müsəlmanın gündəlik həyatında ən böyük maraqlandığı şey Peyğəmbər sallallahu aleyhi ve sellemin sünnəti olmalıdır. Fi cəmi hərəkətihi və sukunatihi və əqvalihi və əfalihi, bütün hərəkətlərində, feillərində, əxlaqında, yəni hər bir hərəkətində Peyğəmbər sallallahu aleyhi ve sellemin sünnətinə müvafiq olmalıdır. Hətta yanzuma həyətəhu alə sünnəti Rasulullah sallallahu aleyhi ve sellem. Kulləhə minəs-səbəh iləl-məsəh. Hətta bütün həyatını nizamlamalıdır Peyğəmbər sallallahu aleyhi ve sellemin sünnəti ilə. Gecə-gündüz nizamlıysan, nə ilə? Həyatını Peyğəmbər sallallahu aleyhi ve sellem etdiklərindən, sünnətindən. Qalə Zunnun rahiməhullah-el-Mısri buyurur ki, alimlərdən biri, min aləmətil məhəbbəti lillah əzzə və cəllə, Allahın məhəbbətinin əlaməti insanın üzərində, yəni necə bilə bilər ki, Allahın məhəbbəti sənin üzərindədir? Mütabiətə həbibihi sallallahu aleyhi ve sellem. Allahın həbibinə, yəni Peyğəmbər sallallahu aleyhi ve sellemə tabi olmaq. Fi əxlaqihi və əfalihi və əvamirihi və sunənihi. Feillərində, əxlaqında, əmirlərində və yollarında. Allah tabaraka və teala buyurur, Qul in kuntum tuhibbunallaha fəttəbi'uni. De ki onlara, əgər Allahı sevirsinizsə, mənə tabi olun, yuhbibkumullah. Allah da sizi sevsin. Və yəğfir ləkum zunubəkum vallahu ğafurur rahim. Və sizin günahlarınızı bağışlasın. Allah Teala günahları bağışlayandır. Əl-Həsənül Basri rahiməhullah buyurur ki, fəkənə aləmətu hubbəhum iyyəhu ittiba'us sünnət Rasulih sallallahu aleyhi ve sellem. Allahın sevgisinin əlaməti Peyğəmbər sallallahu aleyhi ve sellemin sünnəsinə tabi olmaqdadır. Və innə mənzilətəl mümin tuqasu bittiba'ihi lir-Rasul sallallahu aleyhi ve sellem. Müsəlmanın mənzili, yeri, məqamı qiyas olunur, yəni müqayisə olunur Peyğəmbər sallallahu aleyhi ve sellemə ittiba olunması ilə. Yəni kim bilmək istəsə ki, yəni onun mənzili, məqamı hardadır, baxılır onun nəyinə? Sünnəyə tabi olmasına. Yəni bununla bilinir ki, müsəlman nə dərəcədədir, hansı mənzildədir. Və kulləmə kənə tətbiquhu lis-sünnə əksəru kənə indəllahi ə'lə və əkram. Nə qədər ki, Peyğəmbər sallallahu aleyhi ve sellem sünnəsi çox tətbiq olunur sənin üzərində və ya filankəsin üzərində, o Allah yanında ən kəramətli, ən uca və ən qiymətlidir. Yəni Allah yanında qiymətli olmaq üçün nə etmək lazımdır? Peyğəmbər sallallahu aleyhi ve selləmi sünnəsini çox yaşamaq lazımdır. وَلِهَذَا جَمَعْتُ هَذَا الْمَبْحَثَ الْمُخْتَصَرَ إِحْيَاءً لِسُنَّةِ رَسُولِ اللّٰهِ sallallahu aleyhi ve sellem fil vaqi el-muslimin fi hayatihim el-yevmiyyə. Ona görə də müəllif buyurur ki, məhz bu baxımdan da müxtəsər
yəni qısa topladım, yəni Peyğəmbər sallallahu əleyhi və səlləm sünnətini, hətta müsəlman gün ərzində buna riayət etsin. Və buyurur ki, müəllif innə minəl məsaib illəti nu'ani minhə fi həyatina, bizim günümüzdə yaşayışımızda yol verdiyimiz müsibətlərdən biri də odur ki, deyir ənnənə asbahnə nu'azzimu dinar və dirhəm əksər min ta'zimus sünnə. Biz müsəlmanlar hal-hazırda olan dinarı, dirhəmi və fərqi yoxdur, manatı, dolları daha çox əzəmətləşdiririk, nəinki Peyğəmbər sallallahu əleyhi və səlləm sünnəsi. وَلَوْ قِيلَ لِلنَّاسِ مَنْ يُطْبِقُ السُنَّةَ مِنَ السُنَنِ يَأْخُذُ مَبْلَغًا مِنَ الْمَالِ. Əgər insanlara deyilsə ki, kim bu sünnəti, Peyğəmbər sallallahu əleyhi və səlləm bu sünnətini əməl etsə, filan qədər pul veriləcək ona. لَوَجَدَّ النَّاسُ يَحْرِسُونَ عَلَى تَطْبِيقِ السُنَّةِ فِي شُؤُونِ حَيَاتِهِمْ كُلِّهَا. Görərsən ki, insanların hamısı Peyğəmbər sallallahu əleyhi və səlləm sünnətini eləyir. Yəni pulla, hansısa malla deyilsə ki, sənə veririk sünnəti elə, baxarsan ki, hamı eləyir. Baxarsan ki, hamı eləyir. Min ən yusbihu ilə ən yəmsu. Yəni, səhərdən axşama kimi nə qədər sünnət var, eləyəcək hamısını. Səufə yurabbihunə min vərai kulli sünnə minəs sünnən məbləğə minəl məl. Nəyə görə? Yəni, sonra hər bir sünnət etdiyinə görə filan qədər mal təklif olundu ona görə. Və bimədə yənfəuqəl məli indəmə tudə fi qabrik. Və şeyx buyurur ki, bu sənin yığdığın mal var, dövlət, sənə qəbirə qoyulanda nə kimi fayda verəcək? Heç nə fayda verməyəcək. Allah təbarək və teala buyurur, bəl tu'thirunəl həyətəd dünya. Onlar deyir, dünya həyatını daha üstün tuturlar. Vəl-əxirətu xeyrun və əbqa. Axirət isə daha xeyirlidir və qalandır, əbədidir. Vəl-məqsud bi hədihi sunan əlləti fi hədəl məbhəz. Və müəllif buyurur ki, bizim bəhs etdiyimiz, yəni danışdığımız sünnətdə, hansı ki aşağıda qeyd olunacaq, məqsəd hiyə mə yusəbu fəiluha və lə yuaqabu tərikuha. Edənə savab var, etməyənə günah yoxdur, əzab yoxdur. Yəni sünnətdə qeyd olunan, yəni müstəhəb əməllər ümumiyyətlə bilin ki, nə qədər etsən, o qədər savabdır. Sənin lehivədir, etməsən, əleyhivə deyil. Sadəcə olaraq böyük fəzilət itirirsən, sünnəti etməməklə. Yəni aşağıda qeyd olunanlar da bu sıradadır. Və buyurur, rahiməhullah, فَلَوْ حَرَسَ الْمُسْلِمَ عَلَى تَطْبِيقَ أَلْفَ سَنَةٍ فِي الْيَوْمِ وَاللَّيْلَةِ لَكَانَ فِي شَهْرِ 30,000 سَنَةٍ. Əgər insan gün ərzində 1000 dənə sünnətə əməl etsə, 1000 sünnət var. 1000-ə yaxın sünnət var gün ərzində. Yəni insanlar qafil, biz qafilik bunlar. Əməl etsə deyir, təsəvvür elə bir ayda nə qədər, neçə min sünnət bir ayda etmiş olarsan. Hansı ki, müsəlmanlar bundan məhrumdur. Haqqına məhrumdular. Yoxdur sünnət. Və sonra buyurur müəllif rahimehullah və innəl iltizami bis sunnə ləhu fəvaid minhə. Ümumiyyətlə Peyğəmbər sallallahu əleyhi və səlləm sünnətinə sarılmağın müəyyən faydaları var. Məsələn, onlardan əl-vusul ilə dərəcətil məhəbbə. Allahın məhəbbətinə çatmaq üçün səbəbdir. Peyğəmbər sallallahu əleyhi və səlləm sünnəsinə tabe olmaq Allahın məhəbbətinə çatmaq üçün səbəbdir. İkincisi, cəbrun nəqs əl-hasil fil fəraid. Fərzlərdə yol verilən naqisləri doldurur sünnətlər. Nə qədər naqislər var fərzlərdə? Nə qədər? Yəni sünnətlər doldurur onu. Naqislikləri, boşluqları doldurur qardaşlar. Üçüncü, əl-ismətu minəl-vuqu' fil-bidə. Bidətə düşməkdən səni qoruyur sünnət. Yəni nə qədər sünnə əhli olsan, bidətdən uzaqsan. Ona görə bidətçilərin əksəriyyətinə fikir versəz, sünnə yoxdur onlarda. Sünnəti eləmirlər. Yəni sünnəti eləmir deyə, sünnətdən boyun qaçırdı deyə nəticədə nə olub? Bidətə düşüb. Yəni sünnəti tətbiq etmək bidətdən qorunmaq üçün səbəblərdəndir və dördüncü faydalarından ənəhu min ta'zim şəairallah. Allahın ayinlərini təzim etməkdir. Yəni sünnəti eləmək. Sonra müəllif başlayır, hafizahullah, sünnənul istiqaz minən-nəvm. Yuxudan qalxanda, yəni ilk, yəni sabahladığın zaman sünnətdən başlayır da axşama kimi. Yəni buna insan Allah riayət eləsə 1000-ə yaxındır. 1000-ə yaxın. Məhrumiyyətə bax. Və buyurur ki, yuxudan oyanarkən ilk sünnət. Məsh əsərun nəvm anil vəch bil yəd. Oyanan kimi əllə üzdən yuxunun əsərini çəkmək. Və qad nassa alə istihbəbihin Nəvavi və İbn Həcər li hədis. İmam Nəvavi və İbn Həcər rahiməhullah bu hədisə əsasən deyiblər ki, bu müstəhəbdir. Hansı hədisə? Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki,
Daha doğrusu sahabə deyir ki, fəstəqədə Rasulullah sallallahu aleyhi ve sellem fəcələs. Peyğəmbər sallallahu aleyhi ve sellem oyandı və oturdu. Yəmsəhun nəvm an vəcihi. Biyədihi əlinlə üzünün yuxusunu çəkdi elə bir. Bu da sünnətdir. Muslim rivayət edib. İkinci, əd-dua. Oyanan kimi dua eləmək. Oyanan kimi. Hansı duanı? Elhamdülillahillezî əhyənə ba'dəmə əmətənə və ileyhi ən-nuşur duasını. Sünnədir. Bəlkə oyananda hansımız yadına düşür? Heç bir əksəriyyəti qafildir bu duanın. Üçüncü, əs-sivak. Misvaklanmaq. Oyananda. Sünnətdir. Peyğəmbər sahabə deyir ki, kənə sallallahu aleyhi ve sellem izə qamə minəl-leyl. Peyğəmbər sallallahu aleyhi ve sellem gecə qalxanda yaşusu fəhu bis-sivak. Ağzını misvakla təmizləyirdi deyir. Buxari Müslim rivayət edib. Vəl-hikmətu min zəlik. Yəni biri soruşsa ki, ümumiyyətlə səhər oyananda misvaklanmağın hikməti nədir səhər-səhər? Hikməti odur ki, ənə min xasaisi sivak ət-tənbih və ət-tənşid. Misvakın xüsusiyyətlərindən biri oyanmaq və gümrah etməkdir səni. Misvak səni oyandırır və gümrah edir səhər-səhər. Və ikincisi, qat' raihə minəl-fəm. Ağızdan iyi aparır. Misvak səhər-səhər oyananda ağızdan iyi aparır. Bu da hikmətlərindəndir. Sonra sünnətlərdən əd-duxul vəl-xuruc minəl-həmməm. Səhər-səhər oyananda, ayaq yoluna daxil olanda və çıxanda. Hər birimiz, yəni hər bir insan səhər-səhər oyananda ayaq yoluna daxil olur və çıxır. Və bunun da sünnətləri var. Bunun da sünnətləri var, qardaşlar. Birincisi, əd-duxul bir-riclil yusra vəl-xuruc bir-riclil yumna. Sağ ayaqdan, daha doğrusu sol ayaqla daxil olub, sağ ayaqla çıxmaq. Bu sünnətdir. Riayət eləmək lazım, mütləq. Yəni, sünnət kimi əməl etsə, savab əldə edəcəksən, savab qazanacaqsın. Soldan gir, sağdan çıx. İkinci, girəndə nə eləmək? Duanı eləmək. Allahumma inni əuzu bik minəl xubuz vəl-xəbəis. Bu duanı eləmək. Və çıxanda,ğufranək. 3 dənə artıq sünnət var. 3 dənə sünnət oldu. Və yədxulul insan ilə həmmə fi yevmihi və leyləti iddəti mərrat. İnsan deyir, gecə, yəni öz gün ərzində nə qədər hamama, yəni ayağı yoluna daxil olub çıxır? Nə qədər? Yəni, hər dəfə daxil olsa bu 3 sünnət tətbiq olunur. Və kulləmə dəxilə təbiq ədir sunnə fid-duxul və xurucihi sünnətən fid-duxul və sünnətən fil-xuruc. Hər dəfə daxil olub çıxdıqda 2 sünnət girəndə, 2 sünnət çıxanda eləyir insan. Sonra başlayır sunanul vudu, dəstəmazın sünnətləri. Dəstəmazın sünnətləri var. Yəni, dəstəmaz alanda savablar əldə edirsən, müstəhəblər var. Yəni, dəstəmaz alsan, sünnətləri əməl etsən, Allah Taala məhəbbətinə nail olmaqdır. Birincisi, bismillah demək. İkincisi, ovucu 3 dəfə yumaq dəstəmazdan qabaq. Dəstəmazdan qabaq əli, ovucu 3 dəfə yumaq. Sünnətdir. Əl-bəd'u fil-mədmədə vəl-istinşaq qablə ğusl-vəch. Həmçinin müstəhəblərdən üçüncüsü, üzü yumanqıdan qabaq ağıza buruna su almaq. Dördüncüsü, əl-mübələğə fil-mədmədə vəl-istinşaq li qeyri saim. Orucunu deyilsənsə, yəni suyu biraz artıq almaq. Ağıza, buruna, orucu deyilsən. Bu sünnətdir. Nəyə görə? Peyğəmbər sallallahu aleyhi ve sellem deyib hədisdə ki, وَبَالِغْ فِي الْاِسْتِنْشَاق İllə ən təkuna saimən. Çox elə, artıq götür, əgər oruc deyilsənsə. Deməli, bunu etsən, Peyğəmbər sallallahu aleyhi ve sellem sözünü əməl etmiş olursan. Altıncısı, əl-məqmada vəl-istinşaq min kəffin vahid. Biheythü lə yafsıl. Buruna, ağıza su almaq, bir əldən eləmək, ayırmamaq. Yəni, bir əldən ikisini eləmək. Yəni, ağıza bir, yəni, buruna bir eləməmək. Bu ikisinin arasını ayırmamaq. Bir sudan eləmək ikisinə də. Bu da sünnətdir. Yəni, dəstəmazda 6-cı sünnət. 7-ci əs-sivak. Peyğəmbər sallallahu, yəni misvaklanmaq. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "Ləulə ən əşuqqa alə ümmeti ləmərtu bis-sivak ma'a kulli wudu." Ümmətimə ağır olmasaydı, hər dəstəmazda misvaklanmağı deyərdim. Hər dəstəmazda misvaklanmağı deyərdim. 8-ci təxlilul lihyə el-kətifə ində ğuslul vəch. Üzü yuyanda sıx saqqalın diblərinə su çatdırmaq. Sıx saqqal kimdə varsa, çox saqqal. Onların buna deyilə təxlil, yəni onu dibinə su çatdırmaq. Həmçinin başa məhz çəkmək, yəni bu hissədən başlayıb axıra qədər və bir də geri. Aydındır? 10-cu barmaqların arasını yumaq. Həm əl, həm ayaq. Yəni barmaqların arasına su çatdırmaq. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "Əsbəğil vudu və xəllil beynə əsəbi." Yəni kamil şəkildə dəstəmaz al və barmaqların arasında yu. 11-incisi ət-təyəmun və huvəl bəd'u bil-yəmin.
minəl yədeyn və ricileyn qabləl yəsar. Sağdan başlamaq. Əli yuyanda, ayağı yuyanda, yəni sağ tərəfdən. Yəni, birinci sağ ayağı yuyu, sonra sol ayağı. Bu da dəstəmazın sünnətlərindəndir. 12-ci, əz-ziyadə aləl-ğusl vahid ilə thələtə qasələt fi ğusl vəcv valideyn və ricileyn. Bir dəfədən artıq yumaq, 3 dəfə sünnətlərdəndir. Bu daha yaxşıdır, müstəhəbdir. Əli yuyanda, üzü yuyanda, ayağı yuyanda, yəni 3 dəfə yumaq. Birdən artıq, ziyadə. 13-cü, ən-nıtq bi şəhədəteyn bə'dəl fəraq minəl vudu. Şəhadəti qurtardıqdan sonra, daha doğrusu dəstəmazı qurtardıqdan sonra şəhadəti tələffüz etmək. Yəni demək ki, əşhədu ən la ilahe illallah vahdahu la şərikə ləh və əşhədu enne Muhammeden abduhu və rasuluhu. Yəni bunun səmərəsi, yəni bu duanın nə kimi səmərəsi var? Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur: "İllə futihət lehu əbvabul cənnə səmaniyyə." Cənnətin 8 qapısı açılar. Yədxulu min eyyəhşə. Hansından istəsə daxil olar. Və sonra 14-cü əl-vudu fil beyt. Evdə dəstəmaz almaq. Evdə dəstəmaz almaq sünnətdir. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur: "Mən tatahhara fi beytihi, thumma masha ila beyti min buyutillah liyaqdiya faridatan min faraidillah, kana al-khatwa ihdahuma tuhattu al-khatiyya wal-akhra tarfa'u daraca." Hər kim evində dəstəmaz alıb fərz namazı üçün Allahın evlərinə gedərsə, onun atdığı bir addım günahları silinir və ikinci addım dərəcəsini qaldırır. Yəni hədisdə göstərilir ki, evdə alarsa və gedərsə Allahın evinə, məscidlərə fərz namazını qılmaq üçün. Bu da dəstəmazın sünnətlərindəndir. 16-cı, əl-iqtisadu fil mə, suda israfa yol verməmək, yəni az bir miqdarda sudan almaq. Bu da sünnətdir, dəstəmaz alanda. 18-ci, salatu rək'ateyn bə'dəl vudu, dəstəmazdan sonra 2 rükət namaz qılmaq. Bu da sünnətdir. Dəstəmazın sünnətlərindən sayılır. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, "Mən təvadda nəhvə vudui." Kim mənim dəstəmaz aldığım kimi dəstəmaz alarsa, "Thumma salla rak'atayn." Sonra 2 rükət namaz qılarsa, "La yuhaddisu fihima nafsa." Və öz nəfsini danışdırmarsa, "Ghufira lahu ma taqaddama min zanbi." Keçmiş günahlar bağışlanar. 2 rükət namaz. Dəstəmaz alıb 2 rükət namaz qılmaq. 19-cu, İsbağul vudu və huve i'ta kulli udvin haqqah fil ghusl fa huve al-ihtimam və istikmalul i'da. Dəstəmazı, yəni gözəl şəkildə, kamil şəkildə hər üzvün haqqını verməklə almaq. Bu da sünnətlərdəndir. Və yetəvadda'ul muslim fi yawmihi və leylətihi iddə mərrat. Və şeyx buyurur ki, müsəlman gün ərzində nə qədər gör dəstəmaz alır. Nə qədər? 5 mərrat, misal 5 vaxt namaza ən azı. Və ba'duhum qad yakun akthar indama yuridu an yusalli ad-duha və qiyamul leyl. Bəzi insanlar yəni çox namaz qılanda duha namazını, qiyamul leyl və ümumiyyətlə yəni çox ibadət edəndə hər dəfə dəstəmaz aldıqca 19 sünnət. Dəstəmazda 19 sünnət var. Yəni buna riayət edəcək ki, gün ərzində nə qədər Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnətini etmiş olar. Sonra sivak, misvaklanmaq. Misvaklanmaq buyurur ki, Peyğəmbər şeyx buyurur ki, "Və lehu iddatu awqat yetesavvaqu fiha al-muslim fil yawmi vel leyla." Misvakın gün ərzində vaxtları var. Müəyyən vaxtları var deyir. Birincisi, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, hər namaz üçün, yəni ümmətimə ağır olmasaydı, əmr edərdim ki, hər namazda misvaklansınlar. Bu ilk yeridir. Və məcmu mə yetesavvaq bil muslim fi yawmi və leyləti la yaqillu an marra fəvvə yetesavvaqu li salavatul xams. Və deyir ki, insan deyir 5 vaxt namaz qılsa, hər dəfə buna əməl etsə, nafilələri qılsa, duha namazını qılsa, vitri qılsa, yəni hər dəfə namaz qıldıqca Peyğəmbər sallallahu əleyhi və səlləmin bu əmrini, yəni ümmətimə ağır olmasaydı, hər namaz üçün misvaklanmağı əmr edərdim. Yəni, əməl etsə, nə qədər savab əldə edir. Və sonra misvaklanma hardadır, yəni vaxtı? Evə daxil olanda. Evə daxil olanda ilk etdiyin şey nə olsun? Misvaklanma. Peyğəmbər sallallahu əleyhi və səlləmin əmrinə əsasən. Ayşə radiyallahu anh buyurur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm evə daxil olanda neynədir deyir? Misvaklandı ilk olaraq. Misvaklanardı. Yəni evə daxil olanda ilk misvaklan. Dişlərini misvakla. Və bunun da səmərəsi var. Yəni yüngül gəlməsin qardaşlar. Misvak, yəni bu əməl, bu sünnət yüngül baxmıyor. Nəyə görə? Rıdar Rab subhanahu wa ta'ala anil abd. Allahın quluna qarşı razılığıdır. Allahın razılığı var sivakda. Misvakda Allahın razılığı var.
Yüngüldür, yüngül deyil. Yüngül deyil qardaş, yəni asan, yəni yüngül baxılası məsələ deyil. Yəni insan müsəlmanın yaşayış məqsədini soruşursan həyatda, deyir Allahın razılığı. Bir dəfə misvak işlətməyib. Misvak işlətmir. Yəni nə axtarırsan? Sünnəti əməl etmək lazım Peyğəmbər sallallahu əleyhi və səlləmin. İkincisi, mutahharatul fəm. Ağzın təmizliyidir misvak. Bu da səmərəsidir. Ağzın təmizliyi. Və sonra sünnətlərinə əs-sünnə fi lubsin ni'al. Ayaqqabı geyinəndə qorunan sünnətlər. Yəni ayaqqabı geyinəndə sünnətlər var. Yəni insan fikir verir, yəni gün ərzində nə qədər ayaqqabı geyinib soyunur. Ayaqqabı geyinir, soyunur. Yəni bunda sünnətləri əməl etsin. Birinci Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "İzən ta'ala ahadukum falyabda bil yumna." Ayaqqabı geyinsə sizdən biri sağdan başlasın. "Və izə xala'a falyabda bil şimal." Soyunanda soldan soyunsun. Bizdə əksinədir. Mahiyyətinə varmırıq, sağ-sol. Yəni sağdan geyinib, solla çıxartsan, savab əldə edirsən qardaşlar. Ayaqqabı geyinəndə sünnətlər. Bu bir. Və buyurur ki, Şeyx Rahiməhullah: "Və hadihi sunan tətəkarrar ma'al muslim fi yawmihi və leylati iddə mərrat fəhuvə yəlbisu liduxuli və xuruci ilal məscid." Hadi hər dəfə insan evdən çıxanda, məscidə daxil olanda, çıxanda, girəndə hər dəfə ayaqqabı geyinib soyunur. Gün ərzində nə qədər? Nə qədər əməl eləmək olar sünnəti, Peyğəmbər sallallahu əleyhi və səlləm sünnətini. Və sonra sunanul libas, libasın, yəni geyinməyin sünnətləri. Və minəl umur ləti tətəkarrar ma'a qalibin nas fi yawmihim və leylati xal'u thiyab. Və deyir, ən çox işlənən əməllərdən biri də paltarı soyunub geyinməkdir, yəni gün ərzində insanların üzərində. İmmə li əcli ğusl və nəv əv qeyri zəlik minəl umur. Görürsən, çiməndə və ümumiyyətlə yatanda geyinib soyunur. Yəni geyinib soyunur, yəni gün ərzində çox istifadə olunur bu əməl. Və li xal'i thiyab və lubzə sunan. Paltarı geyinib çıxartmanın sünnətləri var. Yəni sünnətlər var orada. Birincisi, Bismillah demək. İstər çıxardanda, istər geyinəndə. Bismillahlə. İmam Nəvavi rahimehullah buyurur ki: "Və hiyə mustahabbə fi cəmil əməl." Ümumiyyətlə, Bismillah demək deyil, bütün əməllərdə müstəhəbdir. İmam Nəvavi deyir. İkincisi, paltar geyinəndə dua eləmək. Peyğəmbər sallallahu əleyhi və səlləm köynək, paltar, əmmamə, rida geyinəndə hansı duanı eləyərdi? Allahümme inə əsəluke min xeyrihi və xeyri mə huvə ləhu və əuzu bikə min şərrihi və şərri mə huvə ləhu. Dua. Yəni, paltar geyinəndə bu duanı eləmək sünnətdir, savab əldə edirsən. Abu Davud və Tirmizi rivayət ediblər. Həmçinin sağdan başlamaq, geyinəndə çıxardanda. Sağdan, yəni çıxardanda sağ tərəfi ilk çıxar, sonra sol tərəfi. Riayət olmalıdır. Sünnətdir. Yəni, paltar geyinəndə riayət olunan sünnətlərdəndir. Nəyə əsasən? Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, hədis: "İzə ləbistum fəbdəu bi əymanikum." Geyinəndə sağdan geyinin. Geyinəndə sağdan başlayın deyir Peyğəmbər sallallahu əleyhi və səlləm. Aydındır, bu da savabdır. Çıxardanda da soldan. Yəni soldan sonra keç sağa. Aydındır, yəni geyinəndə sağdan, çıxardanda soldan. Və sonra buyurur Şeyx Rahiməhullah: "Əd-duxul vəl-xuruc minəl-beyt." Evə daxil olub çıxanda qorunan sünnətlər. Yəni bu qardaşlar mühümdür qardaşlar. Ümumiyyətlə bu mövzu mühümdür. Yəni elə belə əslində yəni mövzuları seçirəm, yəni hansı daha faydalıdır və günümüzdə hansı daha çox ehtiyacı var. Vallahi buna daha çox ehtiyac gördüm. Çünki nəinki belə sıravi adamda, yəni sıravi müsəlmanlarda heç elm tələbələrinin əksəriyyəti yoxdur. O ki qaldı, yəni elm tələb eləməyən müsəlmanlarda. Ona görə diqqət edin və əzbərləyin. Yəni kim tətbiq etsə, Allahın izni ilə, yəni Peyğəmbər sallallahu əleyhi və səlləm sünnətini tətbiq etmək bu həyatda səadətə çatmaqdır, həmçinin axirətdə. Və səni necə ki qeyd etdik, faydalarından sünnət etməyin səni bidətdən saxlayır. Bidətdən uzaq olsan qardaş. Bundan xeyirli şey yoxdur həyatda. Yəni Allahın qarşısına bidətdən çıxmamaq çox mühümdür. Və sonra buyurur evə daxil olanda və çıxanda. İmam Nəvavi rahimehullah buyurur ki, "Yüstəhəb ən yəqul bismillah." Evə daxil olanda müstəhəb deyəsən bismillah. Daxil oldun evə, deyən bismillah, Allahın adı ilə. Və zikri çoxaltmaq və salam vermək. Evə daxil olanda görünən əməllər.
Zikrullah indəd-duxul lihədis. Peyğəmbər sallallahu aleyhi ve sellem hədisinə əsasən buyurur ki, sallallahu aleyhi ve sellem İzə dəxələ'r-rəcul beytəhu fəzəkərəllah indəd-duxulihi və ində təamihi qalə şeytan. İnsan evinə girəndə Allahı zikr etsə, şeytan deyər ki, gecələməyə yerim yoxdur və yəni qalmağa, yəni evə daxil olanda zikr etsə, deyər ki, gecələməyə yerim yoxdur mənim. Çünki sən o evə Allah Taala'nın adını zikr etməklə girdin. Üçüncüsü, əs-sivaq, misvaqlanmaq. Yəni, yuxarıda qeyd etdiyim, misvaqlanmaq evə daxil olanda. Ayşə radiyallahu anh buyurur ki, Kənə sallallahu aleyhi ve sellem İzə dəxələ beytəhu bədə bis-sivaq. Peyğəmbər sallallahu aleyhi ve sellem evə daxil olanda misvaqdan başlayırdı. Yəni, ilk etdiyi şey misvaq idi. Sonra salam, dördüncüsü. Evə girdi, salam ver. Allah subhanahu wa ta'ala ayəsinə əsasən evlərə daxil olduğunuz zaman özünüzü Allah tərəfindən mübarək və çox xoş bir salamla salamlayın. Ayədir bu. Evlərə daxil olduğunuz zaman, yəni daxil olduğunuz zaman salam ver. Evə girəndə sünnətdir. فَلَوْ اِفْتَرَضْنَا أَنَّ الْمُسْلِمْ يَدْخُلُ بَيْتَهُ بَعْدَ كُلِّ فَرِيضَةٍ يُؤَدِّيهَ فِي الْمَسْجِدِ. Fərz etsək ki, hər bir müsəlman fərz namazlarından sonra evə daxil olur. Yəni gündə 5 dəfə bu sünnətləri əməl etsə, nə qədər savab əldə edir? Nə qədər? Və sonra evdən çıxanda, yəni bu evə daxil olandaydı, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, yəni evdən çıxanda bu duanı deyərdi. Bismillah, təvəkkəltu aləllah, la havlə və la quvvətə illə billah. Bu duanı demək. Və yaxrucul muslimin beyti fi yevmi və leyleti ində mərrad və yaxrucul issalat. Və insan deyir gün ərzində nə qədər evdən çıxır, namaza, işə, hər gün var bu sünnət. Nə qədər çıxır? Yəni buna əməl etsə böyük savabdır. Sunanü zihab iləl məscid. Məscidə getməyin sünnətləri, məsciddə getməkdə olan sünnətlər. Birinci, ət-təbkir fi zihab iləl məscid, məscidə tələsmək. Məscidə tez getmək, tez. Peyğəmbər sallallahu aleyhi ve sellem buyuruyor, "Ləv ya'lemun nasu ma fi'n-nida və saffil awwal, thumma lam yacidu illa an yastahimu alayhi lastahamu." İnsanlar bilsəydilər ki, birinci səfdə nələr var, nə var orada, puş atmalı olsalar, puş atıb gedərdilər. Və ləv ya'lemun ma fi't-təhcir lastabaqu ilayhi. Əgər bilsəydilər ki, günorta məscidə getməkdə, yəni zöhr namazına getməkdə nə var? Və ləv ya'lemun ma fil atma. Həmçinin bilsəydilər ki, sübhdə və işada nə var, nə kimi savab var orada? Lətəhuma və ləv həbvan iməyləyərək də olsa gedərdilər. Bilmirlər amma insanlar. İmam Nəvəvi rahimehullah ikinci yəni sünnətlərdən əd-dua əz-zihab iləl məscid. Məscidə gedəndə duanı eləmək. Bu yoxdur qardaşlar. Bu sünnə yoxdur bizdə. Dua məşhur duadır. Müsəlman qalasında zikr olunub. Allahumma cəal fi qalbi nuran və fi lisani nuran və s. Bu duanı eləmək sünnətdir. Üçüncüsü, əl-məşşü bis-səkinə və viqar. Gedəndə məscidə tez-tez yox, yəni qaça-qaça yox, tələsərək yox, sükunət və viqarla, yəni rahatlıqla getmək. Buna da riayət etmək lazım. Yəni riayət eləsən sünnədir. Savabı var. Dördüncüsü, əz-zihab iləl məscid məşiyyə. Məscidə yeriyə ilə getmək, addımla, məhz addım atmaq. Bu da sünnətdir. وقد نص الفقهاء على أنه يسن مقاربة الخطأ وعدم العجل في الذهاب إلى المسجد لتكثر حسنات الماشي إليه استنادا إلى النصوص الشرعية الدالة على فضل كثرة الخطأ إلى المسجد. Fəqihlərdir, yəni alimlər deyiblər ki, məscidə gedəndə savabın çox olmasını istəyirsənsə, addımlarla get. Maşınla yox. Məhz addımla, addım atmaq, ayaq addımlarınla. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, "Ələ ədullukum alə mə yemhullahu bihi əl-xataya və yərfə bihi dərəcət." Sizə xətaları silən, yəni günahları silən və dərəcələri qaldıran yuxarı əməl görsədinmi hansıdır? Sahabələri deyir. Deyirlər ki, bələ ya Rasulallah. Deyir, bəli ya Rasulallah, istəyirik, denən. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, "Kisratul xata iləl məsəcid." Məscidlərə çox addımla getmək. Məscidlərə çox addımla getmək. Ona görə kimin məscid, yəni evi məsciddən uzaqdırsa, bir növ nemət içindədir. Məsciddən uzaq olmaq
Nemətdir. Çünki sən ayaqla nə qədər geçsən, bir addımı neyniyir? Günahı silir, bir addımda dərəcəvi qaldırır. Nemətdir. Ayaqla getmək. 5-ci, əd-dua ində duxuləl məscid, məscidə daxil olanda edilən dua. Allahumma əftəhli əvvab rəhmətik. Bu duanı eləmək. 6-cısı, təqdimul yumna ində duxuləl məscid, məscidə sağ ayaqla daxil olmaq. Mələm, bu məscidə daxil olmaq 6 dənə sünnətdir. Məscidin getməyin 6 dənə sünnəti. Yəni, nə qədər saysaq gün ərzində məscidlərə gedənlər var. Riayət olunsa, böyük savabıdır. Sağ ayaqdan daxil olmaq. Çıxanda da hansı ayaqla çıxmaq? Sol ayaqla çıxmaq. Bu da sünnətdir. Yettincisi, ət-təqaddum li-səffil əvvəl. Birinci səhvə meyl atmaq, yəni can atmaq. Yuxarıda qeyd etdim hədisə görə. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, əgər puş atmalı olsaydılar, puş atardılar ki, hansı birinci geçsin. 8-ci, ət-dua indəl-xuruc minəl-məscid. Məsciddən çıxanda edilən dua. Bu da sünnətdir. Təhiyyətül məscid. Məscid namazı 2 rükət, yəni təhiyyə namazı. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, sizdən biriniz məscidə daxil olanda oturmamışdan qabaq 2 rükət namaz qılsın. Ona görə İbn Həcər rahimehullah buyurur ki, əcmə əhlül fətva. Fətva əhli icma edib ki, təhiyyətül məscid sünnətdir. Yəni bu adətlə olan bir şey deyil. Məscidə girdin, namaz qıl. Sünnədir. Peyğəmbər sallallahu əleyhi və səlləmin əmridir. Sonra azanın sünnətləri, qardaşlar. Azanın sünnətləri var. Və bunun da 5 sünnəti var azanın. Azanda 5 dənə sünnət var, qardaşlar. 5 dənə. Soruşsan bəlkə də birini bilən yoxdur. Yəni əməl olunmur axı ona görə. Ona görə əməl etmək lazımdır. Birincisi, müəzzin nəyi deyirsə onu təkrar eləmək. Həyyə aləs-saləhdən başqa. Həyyə aləs-saləh deyəndə nə deyilir? La havlə və la quvvətə illə billəh. Bu bir. İkincisi, yəni bunun İkincisi, əşhədu ən la ilahə illallah və ənə Muhammed Rasulullah radiyyətu billahi rabben və bil-İslam dinən və bi Muhammedin sallallahu aleyhi ve sellem nəbiyyən. Bu, qardaşlar soruşur daima, bu hasan deyilir. Çünki müsəlman qalasında da var, deyiblər ki, müəzzin şəhadəti deyəndə siz də deyin şəhadət. Və bəzilər deyiblər ki, namazdan sonradır bu dua. Bəzilər deyiblər ki, namazın içərisindədir. Və səhih odur ki, əşhədu ən la ilahə illallah müəzzini şəhadətindən sonra demək. Bu zikri. Radiyyətu billahi rabben və bil-İslam dinən və bi Muhammedin sallallahu aleyhi ve sellem nəbiyyən, rasulən əv. Müəzzin şəhadəti deyəndən sonra. Aydındır? Müəzzin şəhadəti deyəndən sonra bu zikri demək. Üçüncüsü, azan qutarandan sonra Peyğəmbər sallallahu aleyhi ve sellem salavat demək. Azandan sonra salavat demək Peyğəmbər sallallahu aleyhi ve sellemə. Salavatların ən xeylisi, ən yaxşısı, ən kamili hansıdır? İbrahim salavat. Allahumma salli ala Muhammed və ala ali Muhammed kəmə salleyt ala İbrahim və ala ali İbrahim innəkə hamidun məcid. Dördüncüsü, salavatdan sonra, yəni azan qutardı, salavat qutardı. Peyğəmbər sallallahu aleyhi ve sellemə vəsilə istəmək Allahdan, yüksək məqamı və bu da olunur bizdə. Allahumma rabbə həlihi dəvəti təmmə. Bu duanı eləmək. Beşincisi, öz nəfsin üçün dua eləmək. Azandan sonra. Öz nəfsin üçün, yəni bunlar qurtarandan sonra dua eləmək. Çünki gəlib ki, əgər qurtarsan, istə veriləcək. Yəni azan arasında, azan iqamə arasında, yəni dua eləmək, yəni bu o deməkdir. Duanın qəbul olmasının şərtlərindəndir, yəni yerlərindəndir, səbəblərdəndir. Azandan sonra, hamısını qurtarandan sonra öz nəfsin üçün dua eləmək. Və sonra müəllif buyurur, rahiməhullah, sübh namazının sünnətləri. Sübh namazında olan sünnətlər. Və bunun da müəyyən sünnətləri var. Birincisi, qısaltmaq. 2 rükət var, hansı ki, sübhdən əvvəl, yəni fərzdən əvvəl qılınır, onu qıssa eləmək. Yəni uzun 2 rükət qılmamaq. Bu sünnətdir.
Çünki Ayşə radiyallahu anh buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve selləm sübh namazında, yəni azan iqamə arası iki rükət yüngül namaz qılardı. 2 rükət yüngül namaz qılardı. İkincisi sünnətlərdən hansı surəni oxumaq? Sünnətlərdə. Gəlib İxlas, gəlib Kafirun surəsi oxumaq sünnətdir. Və üçüncüsü, biraz uzanmaq. Sübh namazının sünnətindən sonra fərzlə arasında uzanmaq bir müddət. Peyğəmbər sahabə deyir ki, Kənə sallallahu aleyhi ve sellem İdə sallə rəkətəynə fəcr. Peyğəmbər sallallahu aleyhi ve sellem 2 rükət fəcrin sünnətini qılanda İttəcə alə şəqqil eymən. Sağ çiyini üstə uzandı deyir. Uzanırdı. Yəni, sağ çiyini üstə uzanmaq sünnətdir. 3 dənə sünnət var. Sonra fəcr namazından sonra oturmaq. Günəş çıxana qədər. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Kənə idə salləl fəcr. Daha doğrusu sahabə buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem sübh namazını qıldıqda günəş çıxana qədər otururdu. Savabı da məlumdur. Bilirsiniz savabını? Günəş çıxana qədər oturmaq. Həccün ümrənin savabı da Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Mən salləl qada fi cəmaətin. Kim sübh namazını cəmaatla qılarsa, evdə yox. Evdə qılıb otursan, savab əldə olunur? Olunmur. Cəmaatla qılarsa, thumma qa'ada, sonra oturarsa, yəzkurullah, Allahı zikr edərsə, yəni səhər zikirlərini, həttə tətlu'əş-şəms, günəş çıxana qədər, thumma sallə rək'ateyn, sonra 2 rükət namaz qılarsa, kənət ləhu kəəcru həccə, umrə. Həcc və ümrə savabı əldə eləyər. Həcc və ümrə savabı əldə eləyər. Və sonra müəllif buyurur, həfizəhullah, sunənut ta'am, yeməyin sünnətləri və ya yəni yemək əsnasında olunan sünnətlər. Birinci bismillah demək, ikincisi sağına yemək, üçüncüsü öz qabağından yemək, yəni nə ki qabaqda gəlib, yəni ondan yemək. Və bu sünnətlərdir, hamısı bir hədisə cəm olunur. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Ya quləm, səmmillah və kul biyəminik və kul mimmə yəlik. Ey oğlan, öyrədir Peyğəmbər sallallahu aleyhi ve sellem ona, deyir ki, Allahın adını de, sağ əldən yi və nə ki qarşında da onu yi. Və bu sünnət, 3 dənə sünnət. Və sonra sünnətlərdən 3 barmaqla yeməyi müstəhəbdir. 3 barmaqla yemək. Bu da sünnətdir. Və bunun da riayət eləmək lazımdır. Sonra buyurur ki, müəllif rahiməllah, ümumiyyətlə nə əməl edirsənsə, niyyətini düzəlt ki, yəni salih niyyətli ol ki, hətta əməl etdiyin əməl mübah olsa belə, sən savab əldə edəsən. İ'ləm yərəəkallah ənə cəmil əməl mübahə lə təqumu bihə minən-nəvm vəl-əkl vəl-tib vəl-rızq və qeyruhə yumkinu təhviluhə ilə ta'ati və qurbat yəhsulu əl-marra bisəbəbihə alə əlfil həsənət. Bil ki, deyir, Allah sənə deyir, rəhm etsin, gün ərzində yemək, içmək, yatmaq, uzanmaq, bütün nə əməl edirsənsə, sən o əməlivi, niyyətivi düzəldərək minlərlə savab əldə edə bilərsən. Minlərlə. İnsan bütün gün ərzində riayət etsə ki, itaət, Allah subhanət halanın itaətini, ibadətini, yəni ibadət etməyə Allaha, yəni bu niyyətdə olsa, hər bir əməldə savab var. Hər bir əməldə mübah. Yatırsan ki, gündüz 2 saat yatım, misal üçün, işə namazında iştirak edin. Yorğunum aradan. Yatmaq itaətdir, ibadətdir. Yatmaqla yaxınlaşsan Allaha. Yatmaq savab olur. Yəni yatmaq özü-özünün savab deyil. Və ya misal üçün, başqa əməl. Misal üçün, idman edirsən, məşq edirsən ki, yəni fiziki olan ibadətləri yaxşı yerini getirəsən. Misal üçün, həc qabağı. Savabdır o idman artıq. Və həmçinin başqa mübah işlər. Yəni, belə insan deyir, yəni minlərlə savab əldə edə bilər. Misal üçün, buyurur ki, şeyh burada, Yənəmli muslim mubkiran liyestəqlə li-salati lil-əvvəl fəcr. Gecə axşam tez yatır ki, sübh namazına oyansın. Bu savabdır deyir. Gecə tez yatmaq oldu nə? Savab. Niyyəti salih niyyətdir. Niyyəti yaxşı olduğu üçün, yəni salih niyyətli olduğu üçün, təmiz niyyətli, yəni etdiyi əmələ görə, yatışına görə savab əldə edir.
Ümumiyyətlə, sonra buyurur Şeyh Rahiməhullah, zikrullah və əsəsul ubudiyyətillah. Allahı zikr etmək, qardaşlar, ubudiyyətin, həqiqi qulluğun əsasıdır. Çünki deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem bütün halında, bütün əhvalında Allahı zikr edərdi. Zikrullahu vəl furqan beynəl mu'mini vəl münafiqin. Allahı zikr etmək səni və münafiqi ayırt edir. Yəni, münafiqlərlə müsəlmanları ayırt edən bir şeydir, zikr. Az zikr edirsənsə, deməli səndə münafiqlikdən pay var. Həmçinin deyir ki, zikrullahu və tariqus səadə. Zikr etmək səadəti, xoşbəxtçiliyin ünvanıdır. Həmçinin buyurur ki, Rahiməhullah, cənnət əhli deyir, nəyə həsrət, peşmançılıq kədərlənəcəklər o əmələ ki, onlar istəyəcəklər ki, qayıtsınlar bu dünyaya, Allahı çox zikr etsinlər. Və bu qısa, qardaşlar, yəni sünnəti yaşamaq üçün toplanılan bir dərs idi və ümumiyyətlə, yenə deyiləm, qardaşlar, Peyğəmbər sallallahu aleyhi ve sellemin sünnətini əməl etməyə yüngül baxmayın. Allah, kim mahiyyətinə varırsa, yüngül olsa, sivak, misvak bunu edirsə, bax, fikir verin də, indi müşahidə olunub, gecə yatarkən edilən zikirlər kimdə var bu? Oxuyub əllər sürtmək, bədənivin çatan hissələrinə və yaxud ayət-i kürsünü oxumaq, Bismillah, Allahum əmudu və əhyə zikirlərini eləmək. Kim eləyir? Başını qoy yatır. Soruşanda axırıncı haç eləmişsən bilmir, yadına gəlmir. Danışanda nədən danışırıq? Ay belə, ay filan əməllər, ay belə edərdim, cihad edərdim, ay belə. Yox, qardaşlar. Naqisli idi yoxsa yox? Naqisli idi, həqiqi naqisli idi. Yoxdur sünnət. Yəni, təsəvvür olunmur, ibadət eləsin müsəlman. Özünün isə əhl-i sünnə, mən sələfiyəm. Bunlar yoxdur onda. Ona görə İbn Seymur Rahiməhullah buyurur ki, kim ki gecə 2 rükət namaz qılmır, elm tələbəsi deyildir. Yəni, elm tələbəsi sənsə, 2 rükətdən payın yoxdursa axşam, sən elm tələbəsi deyilsən, həqiqətdən. Sən bu sadəcə səhiylə gəlir. 2 rükət ha, ən azını hələm deyil. Yəni, ən azından payın olmalıdır. Aydındır, qardaşlar. Bu çox mühümdür. Yəni, sünnəti vallahi bərk deyilmək lazımdır. Allah da sünnətə görə verir sənə ruzini, bərəkət, həyatında, işində, ailəndə, hər şeydə nəyə görə ucaldır səni, nəyə görə yəni sənə xeyir verir həyatının sünnətinə görə. Nə qədər insanlar, vallahi nə qədər insanlar var ki, məhrumdurlar sünnətdən. Hələ sünnəti eləməmək bir yana, sünnətin əksini eləyir, bidət eləyir. Nə qədər insanlar var. Hətta ən güclü ibadət olunan yerlərdir. Misal üçün, Məkkədə, Mədinədə nə qədər bidətlər var. Hələ sünnəti eləmir, yox, sünnəti eləmək yenə dərd yarı. Bidət eləyir. Amma sən sünnəti bilə-bilə, sünnəti tərk eləmək təhlükədir, qardaşlar. Ona görə bəzi sələflər çox şey öyrənmirdilər ki, çox sünnəti eşitmək istəmirdilər ki, yüklənəcəklər, sonra eləyəməyəcəklər. Yəni, onlar eşidən kimi əməl edirdi, sələflər. Eşidib əməl edirdi. Ona görə çox eşitmək istəmirdi hələm. Çünki bilirdi ki, yəni bu hələm hazır deyil, yəni o əməlləri eşidib etməyə. Nə eşitmirsə əməl etmək lazım, qardaşlar. Və çox təəssüf, yəni acınacaqlı hal burasındadır ki, var gücün çatmır, var tənbəllik eləyirsən. Gecə, misal üçün, yatarkən edilən, yəni burada dərsdə qeyd etdiyim hamısını eləməmək tənbəlçilikdən, qardaşlar. Gücün çatmaq söhbəti yoxdur burada. Deyim, sən ağırdır, misvaklamaq sən çətin gəlir, misal üçün. Və ya başqa, meçidə sağ ayağına girmək sən çətindir. Çətin deyil, tənbəlçilikdir, yaddan çıxır. Nəyə görə? Çünki ən böyük səbəb, qardaşlar, mən dərslərdə qeyd etmişəm, sünnətlərdə bilə-bilə ki, bu sünnətdə var hamısı. Misal üçün, eşidirsən bu dərsləri, deyirsən ki, bilirdin də bunlar hamısını. Bunlar adi şeylərdir, deyir. Nə olsun bilirdin? Bilib əməl etməmək var, ha. Ən böyük səbəbi sənə aid olan şeyləri tərk edib, sənə aid olmayan şeyləri baş vurmağındır. Bu 100%, qardaşlar. Yəni, etməmək səbəb bilə-bilə. Nə ki, tənbəllik çəkirsən, bilirsən, eləmək lazım. Eləmirsənsə, bil ki, sən bu dünyada, bu həyatda Peyğəmbər sallallahu aleyhi ve sellemin 2 hədisini əməl etmirsən. 2 hədisini. Hansı hədisdir? Bir hədisdə buyurur ki, sallallahu aleyhi ve sellem,
müsəlmanın gözəlliyi ondadır ki, ona aid olmayan şeyləri tərk etsin. Eləməmisən. Bu bir. İkincisi, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, axirətə və Allaha və axirətə inanırsansa, neynə? Ya xeyir danış, ya sus. Sən ağzı və yana danışırsan. Oturub harada gəldi, nə gəldi danışırsan. Bu iki dənə sünnətdir. Ya ki, hədisi əməl etməmişsən deyə asan sünnətlər var, sən asan gəlir. Deyirsən ki, burada nə var ki, eşidir. Eləmirsən, eləməməyə ən böyük səbəb. Yəni, bu iki hədisi əməl etməmək, əzbərədəyiz, iki hədisi əməl etməmək, sünnəti etməməyə, yəni etməyə mane olur. Vallahi, yəni mənə gəlib çatana görə, qardaşlar, ən böyük səbəbdir bu. Yəni, aid olmayan məsələlərdən danışmaq. Aydındır. Və sonra, yəni, özümə və sonra hər birinizə nəsiyyət edirəm ki, vallahi, qardaşlar, nə qədər ki, sağıq, Allah təbarək və təala canımızı almayıb, Allahı əzəmətləşdirib bu dünyada. Allahı əzəmətləşdirmək, böyütmək. Allahı əzəmətləşdirmək isə nə ilə olur? Nə ilə olur, qardaşlar? Allahın ad və sifətlərini bilməklə. Adlarını bilib, adlarınla ibadət eləməklə. Peyğəmbər İbn Qeym rahimehullah buyurur ki, ən əfsəl ibadət, ən əfsəli, bundan o yanı yoxdur. Allahın adlarıyla ibadət eləməkdir. Kim Allahın adlarını öyrənirsə xeyir içindədir, vallahi. Yəni, Rəbbini tanımaq bu dünyada ən böyük nemətdir. Rəbbi tanımaq bu dünyada ən böyük nemətdir. Yəni, ona görə nəsiyyət edirəm ki, hər birinizə Allah subhanahu ta'ala yaxşı tanıyaq, yəni, onun kitabını oxuyaq və nə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem Allahı adlandırıb o sifətlərdən, o adlardan onu öyrənək, təzim edək. Bu dünyada saadətdir. Bu olsa inşallah çox böyük ümid olunur ki, Allah subhanahu ta'ala səni İslam neməti üzərində öldürsün. Və bununla kifayətlənirəm. Allahdan işləyənlər üçün faydalı etsin. Və sallallahu aleyhi nəbiyyina Muhammed və alə alihi və sahibi əcməin. Mövzu ilə bağlı suallar varsa verin. Cavablandırım inşallah. Nə buyur? Misvak dəst namaz əsnasındadır. Sonra. Hə, sonradır qardaş. Misvaqlanmaq, deməli hədisdə gəlir ki, bə'də fərağil vudu. Dəst namazdan sonra misvaqlanmaq. Bir də bu sünnətləri edirik də, sağla giririk, çıxırıq o. Hərdən niyyət eləmək yadından çıxır da adamın. Belə avtomatik eləyir də insan o. O inşallah sual kim yazılır, yoxsa? Belə, bildim. Belə deyək də, yəni həmin an, bax həmin an, edən an var ha. O anda niyyətli olsan daha yaxşıdır. Bu üstünlükdür. Amma sən deyən kimi də, yəni, həmin anı, misal üçün, elə olur ki, hərdən baş qarışıq olur, misal, meçiddən çıxanda, misal üçün. Yəni, bu şərt deyil həmin an üçün olsun. Bilsən və imini soldan çıxsan, yəni, solu ona görə atmışam, sol ayağıma. Bu da savabdır. Həmin an, yəni, bilsən daha üstünlükdür. Bilməsən amma, yenə də inşallah, yəni, ümid olunur ki, əməl edirsən sünnət. Hə, qardaş. Fəcrdən sonra gün çıxana qədər oturub gözləmək. Bəli. O, məsciddə olan cəmaatlar, yoxsa bizdə, məsələn, evdə yəni, kim cəmaatla qılarsa. Meçid cəmaatlarında, yoxsa burada, məsələn, biz burada cəmaat toplum 10-15 nəfər olur. Allah, yəni, mənə gəlib çatana görə məsələ ixtilaflıdır. Yəni, daha, yəni, buna meyl edirəm ki, cəmaat, meçid aiddir. Bu daha yaxındır, Allah-u aləm. Hə? Azanda. Hər deyəndə deyirsən, yoxsa bir dəfə deyəndə sən 2 dəfə deyirsən? O hər deyəndə sən bir dəfə deyirsən. O 2 dəfə deyəndə? Yox. O bir dəfə deyəndə sən bir dəfə deyirsən, o bir dəfə deyirsən bir dəfə. Yəni 2 dəfə olur deyə. Bir də ki, gün çıxandan sonra gəlir ki, duha namazı. Duha namazı var, bu 2 rükət. Duha namazı 2 rükət, bəli. O hərcin ümrəli sağlam. Yəni sübhlə zöhr arasında tək duha namazıdır. Bildim. Yəni sübhdən sonra nə namaz qılırsansa zöhrə kimi, o duhadır. Yəni başqa namaz yoxdur. O duhadır. Yəni bəli. Duhadır. Ən azı 2-dir. Yəni rəkətlərinin, ən çoxu da neçədir? 8 duha namazının. O duhadır, bəli. Aha. Bir də yuxudan durarkən deyirsən, misvaq istifadə. Onu əlləri yumaq lazım, yoxsa əldən yumaq lazım? Yox, duran kimi onu elə, sonra əlini yuq. 3 dəfə. Duran kimi misvaqlanmaq, zikr eləmək, gəlib hətta duranda, yəni gecə şeytan düyün bağlayır 3 dənə.
O zikir bir düyünü açır. Vallahi hiss edirsən. Yəni gümrahlığı. Gümrahlıq, yəni oyaq olmağı, yəni dəhşətli dərəcədə hiss olunur. Çünki mümkün olmayan şeydir. Peyğəmbər sallallahu əleyhi və səlləm haqqı deyib, haqq deyir. Etməyəndə elə yuxulu kimi fırlanırsan. Evdə yuxulu kimi hələ oyanmamısan. Dəstəmaz anlı biraz oyanırsan var ha. O dəstəmaz birini açır. Aydındır? Bunlar hamısı hiss olunur yəni. Bunlar müsəlman özünü hiss eləyir. Sünnəti yaşamaq həyatdır qardaşlar. Həyat. Hə qardaş. Yatmamışdan öncə, axşam yatmamışdan öncə Səcdə və Mülk surəsini oxumaq o sünnədir. Qardaş gəlib hədisdə, vallahi mən səhilliyinə baxmamışam. Çünki bəzən yəni olur misal üçün müsəlman qalasında zikirlər var. Misal üçün də deyim sizə, misal üçün namazda, fərz namazından sonra Ayət-ül Kürsünü oxumaq. Mən məsəl üçün yəni görmürəm bunu. Çünki hədis zəifdir. Filan alimlər deyiblər səhiyyidir, həsəndir, əməl olunur. Bu da onlardandır. Yəni məndə, yəni mənim elmimdə bu hədis var. Sadəcə olaraq səhiyyəliyinə baxmamışam. Yəni nəyə ki baxmışam, onu deyirəm misal üçün özümün gəlib çatana görə səhiyyidir, zəifdir. Yəni ola bilsin. Deyənlər var, həsəndir, hədisə əməl olunur, amma mən baxmamışam ki, böyük alimlər, yəni hədis alimləri nə deyiblər isnadına. Çünki müsəlmanın qalasında var bu, var və orada olan hədisin isnadına Şeyx İbn Baz deyib həsən səhiyliyinə. Qaxtanla ki, yığılır, hafizəllah. Orada, misal üçün, eşitmişsiniz də, bəzi, misal üçün, Şeyx Albani Rahiməllah, bəzi zikirlər zəiflədi. Aydındır, ona görə o zikir, yəni, Mülk surəsi və Səcdə surəsini baxmamışam səhiyliyinə. Allah bilir. Dəstəmaz almışam, o 3 dəvə əlimal, ana səhər dəstəmaz mədir, bütün dəstəmaz. Bütün, bəli, ovuc belə yuyulur, sonra alınır. Yəni, 3 dəvə əli yuyulur, sonra niyyət ilə dəstəmaz alınır, yoxsa ki... Niyyət elə odur da, yox, ondan sonra niyyət eləmirsən, elə odur, odur. Hə, qardaş. Gün çıxandan sonra ki, deyirlər, o 10 dəqiqə gözləməlisən, duhanı qılmaq üçün, o səhidir. Hə, yəni, o vaxt var, hansı ki, namazda, günün çıxan vaxtı. Yəni, ondan təxminən 12-13 dəqiqədən sonra rahat qıla bilərsən. قال فبعزتك لأغوينهم أجمعين إلا عبادك منهم المخلصين